Sənin beynin melatonin ifraz eləmir. Ona görə də yuxu üzrə həsrət qalmısan, yuxun gəlmir, bir sözlə yata bilmirsən. Və bu belə davam elədikcə xroniki yuxusuzluğa çevirəcək. Bu da ciddi nevroloji xəstəliklərə yol açacaq. Hə, bu problemdən necə qurtulub rahat yata bilərəm deyirsənsə, mənə diqqətlə qulaq as, ekrandakı ürəyi də qızar. Yaxınlaşırsan aptekə melotasan damla alırsan. Deməli bu melotasan damlanın tərkibində melatonin var və istifadə edildiyi zaman beynə yatmağı üçün lazım olan melatonini verir. Çünki bizim günlük qida rejimimiz, günlük yaşamımız, stres, əsəb melatonin ifrazın ləngidir. Bu da bu saydığım problemlərə səbəb olur. Amma melotasan damlanı dilin altına damızdırsan, 2 damcıdan başlayıb yavaş-yavaş artıra bilirsən. Yəni 6-7 damcıya qədər. İstədiyin nəticəni, effekti almaq üçün. Beynə yatmağı üçün lazım olan melatonini verir. Ən əsası da təkcə gözü yumuzdurmur da. Yəni rahat beyni yatızdırır, gərginliyi aradan qaldırır. Səhər duranda özü gümrah, polnu yuxu almış kimi hiss edirsən. Ölkənin bütün apteklərində melotasan damla var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Ən əsası da rahatdır da. Damızdırdın, yatdın, pis ol. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Balaoğlanla hər zaman sağ